Evvela her birinizi salamlayıram, hoş gəlmişsiniz. Mövzumuz ətraf mühit çirkləndirilməməsi, ekoloji tullantıların səmərəli istifadə olunması və təbiətə zərər vurmadan yenidən emal edilməsi ilə bağlıdır. Bu mövzu ilə əlaqədar ekoloq Aynur Əmidiyeva kəndimizə təşrif buyurub. İndi icazə ilə ona söz vermək istəyirəm. Mövzu ilə bağlı sizə ətraflı məlumat verirsiniz. Sorsanız. Salam, xoş gördük tədbirinizi. Dəyərli vaxtınızı istifadə edib burada bizim tədbirimizdə bizə qatıldığınıza görə və seminarımızda iştirak etdiyinizə görə təşəkkür edirəm öncədən. Və İmişli rayon icra hakimiyyətinə, İmişli rayon icra hakimiyyətinin əməkdaşı Orxan müəllimə də təşəkkür edirəm ki, bizi qəbul etdi və dəstəyini göstərməyə belə deyək ki, razı oldu. Bundan əlavə, həm də ki, Şahverli kəndinin Ərazi İcra Nümayəndəsi və Bələdiyyəsinə, Əli müəllimə, Fəqani müəllimə dəyərli təşəkkürümü bildirəm ki, həm dəyərli vaxtlarını ayırıblar, həm də ki, kənd əhalisini maarifləndirmək üçün bura toplamağa öz dəstəklərini göstəriblər. Mənim adım Aynur Əmidiyeva, mən özüm də İmişli rayonundanam, sizin elinizdən, obanızdanam. 25 ildən çox sosial layihələrdə mənim fəaliyyətim olub, 25 ildən çox beynəlxalq layihələrdə işləmişəm. Əmək fəaliyyətim Avropa İttifaqı layihələrində olub, beynəlxalq IOMI təşkilatlar, hansı ki, acığa qarşı mübarizə təşkilatı gedir, həmin o təşkilatda mən sorğular aparmışam, torpaqların eroziyası ilə bağlı, Ailə və Qadın Uşaq Komitəsi ilə birlikdə biz sorğular keçirmişik və bundan əlavə hazırda isə Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyin sədri kimi fəaliyyət göstərir, 2 ilə yaxındır. Bu layihə isə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilədir və buna görə də mən agentliyə də özlərə təşəkkürümü bildirirəm ki, az da olsa kiçik bir qrantla bizi bu məsələdə öz töhfəmizi verməyə kömək olub, dəstək verir, maliyyə dəstəyi. Hazırki mövzumuz, burada da bizim panelimizdə də qeyd olunduğu kimi, məişət tullantılarının səmərəli istifadə olunması ilə bağlı təşəbbüslərdir. Yəni, burada biz layihə təklifini böyük formada hazırlamağa çalışırdıq. Sadəcə bizə təklif olundu ki, əvvəlcə təşəbbüslər olsun, sonra isə artıq başqa bir fəaliyyətlər, hansılar ki, onların artıq icrasına keçmək üçün avadanlıqların, hansısa bir vəsaitlərin təqdim olunması ilə də bağlı növbəti etaplarda olacaq. Bu, yəni mərhələli bir layihədir. Problemin aktuallığı odur ki, məişət tullantılarının düzgün istifadə olunmaması, onun səmərəliliyinin artırılmaması həm səmralaşmaya gətirib çıxarır, hansı ki, İmişli rayonun özdə şoran torpaqları daha çoxdur burada, məhsuldarlıq aşağı düşür. Əhali artımının da burada öz rolu var ki, hansı ki, əvvəllər biz 7-8 milyon idi, indi maşallah 10 milyondan yuxarı artıq əhali sayımız artıb. İqtisadi zərərlər var və Azərbaycanın hər bir ərazisinə aiddir, yalnız tək ərazi zonasına aid deyil. Çünki bizim Qarabağımızda işğaldan azad olduqdan sonra, 30 ildən sonra özünüz də gördünüz ki, orada həm meşələr qırılıb, həm çaylarımız bizim zəhərlənib. Bunların özləri istər-istəməz ekologiyanın zəhərlənməsinə, ekologiyanın məhsul olmasından, ətraf mühitin zərər görməsinə gətirib çıxarır. İmişli rayonunda cari vəziyyət nədir? İmişli rayonunda biz araşdırmalar apardıq və həmin araşdırmalar nəticəsində məlum olur ki, İmişlidə poligon var, amma poligon belə deyək ki, əhali sayını təmin eləməyəcək dərəcədə getdikcə daha doğrusu zibil tullantılar artır, amma tullantılar artmasına baxmayaraq poligonun gücü çatmır bunu istifadə eləmək. Kənd ərazilərində toplanma zəifliyidir. Yəni, istənilən vaxtı hamı öz həyətində o məişət tullantılarını məhv eləməyə çalışır. Digər tullantılar isə evdən çölə atılır bu formada. Təsərrüfat tullantılarının qarışmasıdır, qarışıq tullantıların istifadə olunması, hansı ki, məsələn, plastik qutulardır, plastik torbalardır. Bunlar bizim həyatımıza daxil olub, üsuz vəsait olduğuna görə. Amma demək olar ki, ən təhlükəli, bizim həyatımıza, sağlamlığımıza ən zərərli həm plastik tullantılarda içərisində plastik torbalar və plastik butulkalardır. Məişət tullantılarının növlərinə gəldikdə 5 cür məişət tullantılar var. Məsələn, biz deyirik ki, bu zibildir. Amma hər bir şeyin növü olduğu kimi, bu bizim attığımız tullantıların da növləri var. Bunların içərisində üzvü tullantılar var, hansı ki, biyolojidir. Təkrar emal oluna bilən tullantılar var. Məsələn, bizim şüşə qablarımız təkrar emal oluna bilir.
Amma təhlükəli məişət tullantıları var. Bizim uşaq dövründən istifadə etdiyimiz tullantılardan biri nə idi? Ən çox termometr qırılanda deyirdi ki, ay bala, onun içərisindəki o civəyə toxunma, o təhlükəlidir. Batareyalar da təhlükəlidir. Bunlar hamısı şüa verir, hamısı partlayıcı maddələr kimi istifadə olunur. Elektron tullantılarda, yəni ki, elektrik mənşəli tullantılar gedir və qeyri-həcmli, iri qabaritli tullantılar var ki, bunlardan onlar həm mebellərdir, həm məsələn təkərşillərdir, böyükdür, oxdur, traktorun, məsələn kombayn təkərləridir, yaxud belə deyək, maşın, avtomobillərin hansısa bir qalıqlardır. Bunlar qabaritli və qeyri-həcmli tullantılardır. Və ətraf mühitə vuran zərər nədir? Ətraf mühitə, ümumiyyətlə, hava çirklənməsi dedikdə nə bilir? Sizcə havanı nə çirkləndirir? İndi yəqin ki, bununla bağlı bilirsiniz. Havaya ən çox karbon verən nədir? İri müəssisələr, sürü maşınların üstü, maşınların maddələrdir, iri müəssisələrdir, sonra Həyətdə qalan ocaqların yağ vatan demir. Təbii çirklənmə mənbələrində məsələn, metanları göstərmək olar. bəli. Suyun çirklənməsi də bəs yaxşı. Suyu nə çirklənir? Atdığımız tullantılar Suyu arvaqların arxa çöktüyü pamperçilər. Əsasən Gətir gələ kanala nivrət edəyərsən. O suda 50 ünvanı. Qadınlar, şaverli qadınlar. Biz azot, gübrə falan veririk də, onun qablarında olan qabları da atırıq həmin o suya. Etiraf eləyək. Sağlamırıq. Dərman qabını atırıq. Dərman qabını da atırıq və o dərman qabının içərisində qalan toz da həmin o suya qarışır. Sonra o suyu biz istifadə edirik məişətdə. İçməsək də ən azından qab-qaşıq yuyuruq, xalça yuyuruq, hansısa bir paltar istifadə edirik, yaxud həyətdə torpağa veririk və həmin o zəhər yenə də həmin o torpağa qarışırmı? Pestisitlər. Bizim nəfəsimizə gəlirmi? Əkdiyimiz məhsullara gəlirmi? Plastik torbalara atırıq küçələrə, misal üçün deyirəm də, atdıq, getdi, külək vurdu, sovurdu yollara. Malqaranı buraxırıqmı çölə ki, geçsin, örüşə otarılsın, qayıtsın geri. Malqara nə bilir ki, o plastik torbada, yoxsa otdur. Göy rəngli, götürür, yeyir. Yiyəndən sonra o gedir mi onun orqanizmə? Və həmin orqanizmə də biz süd vasitəsilə yeridən onu istifadə edirik və bizim orqanizmimizə qayıdırmı? Bu nə eləyir? Xəstəlik edir, xəstəliklər edir. Son dövrlərdə 10 ildə, 15 ildə ən çox yayılan xəstəliklər hansılardır? Onkoloji xəstəliklərdir, zob xəstəlikləridir. Gedirsən, baxırsan xəstəxanalarda balaca 9 yaşında, 10 yaşında uşaqlar zob xəstəliyinə əziyyət çəkir və analiz verməyə gəlirlər. Ən çox göz zəiflikləri yaranır uşaqlarda bu dəqiqə. Və hamısı ən çox... Bir də o kanala bax. Heç kim qalxmasın. Əlbəttə, insan faktoru önəmlidir iqlimin dəyişmələrində, amma mən tam olaraq qatılmıram. Necə ki, yəni çünki həqiqətən də ekosistem çox nəhəngdir və ona müdaxilə eləmək çətindir, əlbəttə ki. Sadəcə, bilirsiniz də, yəni ümumiyyətlə iqlim dəyişib, həmişə də dəyişəcək. Yəni bu qlobal iqlim dəyişmələri, buzulaqların əriməsi və s. Bu təbii tendensiyadır. Sadəcə insan nə edir bunu? İnsan təbii ki, sürətləndirir bunu. Və əlbəttə ki, və əsas məsələ də ki, bizim sivilizasiyamız bundan çox böyük təsirlənəcək. Niyə? Çünki bizim ən böyük sivilizasiyalarımız haradadır? Çay qıraqlarında, okean qıraqlarında ən böyük şəhərlərimiz. Bu da əlbəttə ki, böyük fəlakətdir. Məsələn, indi iri şəhərlərin elə ən böyük başlıca problemi də budur. Və təbii ki, bu bilirsiniz ki, İqlim dəyişdikcə, tropikal deməli, ərazilərdəki olan o zərərvericilər ki var, məsələn, adə həşəratlar və s. şimala doğru miqrasiya edir. İnsanlar da bu cürdür. Və bəli, BMT-nin də çıxışlarında budur ki, əsrin sonuna qədər 1.3 milyard səhv eləməmsə insan məhz iqlim dəyişmələri ilə bağlı bəs yer dəyişməyə məcburdur, miqrasiya məcburdur. Əlbəttə, problem önəmlidir, böyüdür. Bəli, və əsas məsələ, sizin də vurguladığınız kimi, əsas məsələ elə ekoloji maarifləndirmə işidir. Bəli, bunlar, mən özüm də coğrafiya müəllimi kimi. Bəli, əsas məsələ uşaqlara elə bərk məişət tullantılarının çeşidlənməsi məsələsi, bu recycle, buradan emblemdə də gördüyümüz kimi. Bəli, əsas məsələ elə, sizə sağ olun ki, belə layihələr var və bilirik ki, dövlətimiz böyük layihələr icra edir. Bəli, COVID-29 Birləşmiş Millətlər Təşkilatının Tərəflər Konferansiyasının 29-cu sessiyası və eləcə də Yaşıl Dünya namına həmrəyliyini elan edilməsi, bu özü dövlətin necə qayğısını göstərir. Və biz də vətəndaş olaraq və müəllimlər olaraq, bizim də vəzifəmiz əlbəttə ki, bunları gənc nəsli aşılamaq və vətənpərvər ruhda, ekoloji ruhda elə gənclər yetişdirməkdir. Və bu, inşallah, bu əlbəttə ki, bu olduqca, bu bizdəki olan problem. Çünki Azərbaycanda əsas problem bilirik ki, su problemidir. Bizim 70% suyumuz
xaricdən, transsərhəd sulardan qidalanır. Bəli, gəlir başqa xarici Bəli, bəli. Və əsas məsələ də bəli, torpaqların düzgün istifadə edilməməsi. Bəli, biz torpaqlardan kəndli olaraq biz torpaqlardan düzgün istifadə etmirik. Və bunlar da aşılanmalıdır. Bəli, bunların hamısı elə təhsillə, maarifləndirmək işi ilə olur. Təbliğat təşkilatı, mən təşəkkür edirəm gözəl ətraflı izahınıza görə və bu 13-də də bununla bağlı, şəhər salma ilə bağlı, şəhərləşmə ilə bağlı, yaşıllığın artırılması ilə bağlı müzakirələr oldu. Orada da biz demək olar ki, BMT-nin çıxışında, iclasında iştirak elədik, seminarlarda da iştirak elədik və sizin dediyinizi təsdiqləyirəm və dəstəkləyirəm. Xəzər dənizinin qurması ilə bağlı hal-hazırda həyəcan siqnalı çalınır. Hətta bizim cənab prezident də dünyada, BMT-də olan iclaslarda, tədbirlərdə bunu dəfələrlə vurğuluyur. Amma belə deyək, Xəzər dənizi hardan qidalanır? Volqa çayından qidalanır. Volqa hardan keçir? Rusiyanın ərazisindən keçir. Hal-hazırda Rusiyada nə var? Müharibə var. Dünən özünüz də görürsünüz, böyük partlayışlar oldu və həmin o partlayışlarda da kimyəvi silahlar istifadə olunur və kimyəvi zəhərlənmədir. Oradan qalxan tozlar da həmin çaya qarışır və həmin o çay vasitəsilə, dəniz vasitəsilə də gəlir. Yenə də biz həmin o havanı uduruqmu və o buxarlanan su havaya buludlarla qalxırmı və orada da yağış şəklində yenə bizim torpağımıza gəlir. İstər-istəməz, yəni bu ekoloji çirklənmə tək bizim özümüzdən asılı deyil. Həm dünyəvidir, həm də belə deyim ki, yerlidir. Buna görə də bunu daha çox əks-etay, onsuz da xaricdən gəlir bu, onsuz da qırılacağıq, öləcəyik, misal üçün belə, zaten zəhərlənir deyib, biz özümüz də ehtinasız yanaşmamalıyıq. Ən azından qarşısını ala bilərik. Çünki, necə deyək, bizə təbiət bu formada etibar edilməmişdir. Bundan sonra da bizim borcumuzdur ki, ən azından bizə belə deyək, necə əmanət verilirsə, biz onu bir normal formada əmanət bir əsr əvvəl Azərbaycanın ərazisinin 35% eşidir. Hal-hazırda 11%. Əlbəttə ki, bu artıq insan faktoru. Hal-hazırda Qarabağda da özünüz bilirsiniz ki, mina təmizləmə işləri gedir. Mən Ağdamda da olmuşdum. Ağdamda demək olar ki, həm sıçovulları gətirib götürüblər, həm qadınlarımız bizim mina təmizləmə işlərinə cəlb olunublar bundan ötəri. Həm kişilər millim, santim demək olar ki, onlar addımlayırlar və mən 2 il bundan əvvəl iştirak eləmişdim. Mina təmizləmə tədbiri keçirirdi, məlumatlandırmaydı. Orada 1 milyondan yuxarı artıq təmizlənmişdi, amma buna baxmayaraq Ağdam sırf belə deyim, təmizlənib, minadan təmizlənib, normal torpağın istifadəsinə çatmasına görə illər lazımdır. 100 illər də lazımdır ki, Qarabağın özünü bərpa eləsin. Şuşada, Xankəndində olursan, baxırsan ki, sıfırdır da. Füzuli rayonunu görürsünüz, bəlkə o tərəflərə gedəndə görürsünüz ki, səhralaşmadır, torpaqdır, bir dənə bina, tikinti yoxdur. Yəni, bunlar hamısı bizim ətraf mühitə zərər verir. Ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq bizim qanunumuz var. Azərbaycan Respublikasının torpaq, su, meşə ilə bağlı məcəllələri var. İstehsalat və məişət kullanıcıları haqqında qanunlar var və bu qanunlar hamısı bizim böyük istehsalat müəssisələrində qismən də olsa icra edilir, riayət olunur. Amma tam riayət olunmur. Vətəndaşlarla da bağlı indi rayon yeridir. Burada bilmirəm nə dərəcədə o cərimələr olur. Mən bildiyim qədərilə yulğunla bağlı qırmızı kitaba düşdüyünə görə yulğun qırıldıqda inzibati cərimələr olur. Amma şəhər yerində maşınlardan atılan tullantılara da görə belə sürücülər, vətəndaşlar cərimələnirlər. Müəssisələr öhdəliklərini dediyim kimi götürürlər, yerinə götürürlər. Amma dünyada istifadə olunan həmin bu 3 evdir ki, azalt, yenidən istifadə et, təkrar emal et. Azalt dedikdən nədir? Azalt dedikdə tullantının qarşısını almaq üçün. Hamımız bilirik ki, evdə xanımlar iş görürlər, yemək pişirirlər, heyvan saxlayırlar, məsələn, onların tullantıları istifadə edirlər. Ya indi, bilmirəm, qabalaq gəlmə deyirlər, kərmə istifadə edir, siz eləmişsiniz, bilmirəm. Deyək ki, qazlaşma gedib, o artıq sıradan çıxıb və onun tullantıları hara atırsınız, bilmirəm. Torpağı da o birbaşa torpağı yandırır və buna görə də məişət tullantıların istifadə olunmasında 100% kartofdur, soğandır, bunun da qabığını toyuqçuların qabağına atır ki, yesin, sanki istifadə, amma o toyuq da kartofun qabığı içərisində yedirsə, o üst qabığı qalır, yenə də istifadə olunmur. Yaxud yandırırsınız, hamısını qarışdırırsınız bir yerə, həyət təmiz olsun. Təbii ki, təmizlik birinci evdən başlayır, sonra həyətdən başlayır və həyətdən çölə keçdikdə artıq o necə olur, ev sahibinə aid deyil. O artıq kəndi problemidir. İllər öncə seminarların birində demişdilər ki, kənd yerlərinə zibil yeşikləri qoyacaq. Bu qədər getdilər, da gəlmir. Bir şey vardı, yəni layihələr, əvvəllər beynəlxalq layihələr çox idi.
Hal-hazırda özünüz də bilirsiniz, hamı televizoru izləyir, siyasəti izləyir. Bu dəqiqə danışsam, hamı məndən yaxşı siyasətçidir. Belə gözlək də, hər bir şeyi müzakirə edilir. Amma bir məsələ var ki, indi həmin o beynəlxalq layihələr dayandırılır. Amma dövlətimiz o layihələr olmasa da, deyir ki, mən bütün kəndə, bütün evə daxil ola bilmirəm. Buna görə də qeyri-hökumət təşkilatları kəndlərdəki problemləri araşdırsınlar, layihə təklifi formasında versinlər, biz az da olsa maliyyə dəstəyi verək. İndi məsələn, belə deyim, mən yazdım 30 minlik layihə, verdim, o bir kənd üçün yazıram. Və dövlət də o pulu verdi, mən bir kənd üçün elədim. Amma indi o 30 mini bölür 7 yerə, 5 yerə, 6 yerə ki, ən azından 5 kənd maariflənsin. Sonrasında da baxaq, inşallah. İndi qabaq bu illərin bizim görüşümüz oldu və dedilər ki, artıq maliyyə dəstəyini artıracaqlar və kəndlər üçün biz daha çox iş görə biləcəyik. Bunu da nəzərə alırıq, yəni o tullantıları atacaq. Həmin o kəndlərin biri bizim olsun ki, bəy bizim fərqləri. Təbii ki, işləyə bilərsiniz. Onlar kompostlama. Bəli, mənim dediyimdir. Bu kompostlama bir ildən sonra onu açıqsız torpağa verirsiniz, 1-ə 5-də məhsul götürürsünüz. Bu bir növ məişət tullantıların idarə olunmasında bir versiyadır. Bu nə edir? Həm tullantıları kənara atmırsınız, başqa eləmirsiniz. Qaldı plastik qutularla bağlı. Mən özüm Bakıda yaşayıram, amma Bakıda yaşamağımıza baxmayaraq bizim özümüz də o problemləri yaşayırıq. Zibil qutular yolun kənarında. Evin içərisində amma 2 dənə qab qoymuşuq. Plastik qutulardır, məsələn, sok qabları deyir də, meyvə şirələrinin qabları, kağızlardır, falanlardır, kola butulkaları falan istifadə edir. Düz zəhərlidir, amma içirikdə o qabları bir ayrı yerə yığırıq. Qida məhsulları olanlar, hansılar ki, zay olur, onları da bir yerə yığırıq. Çünki kommunal xidmət gəlir götürəndə zibil yeşikləri qoyur. Qarışıq tullantılar, plastik tullantılar. Plastik tullantıları sarı qablara atırıq, qarışıq tullantıları ora atırıq. Və mən onun şahidi olmuşam, ona görə də ekologiya elədi ki, ətraf mühit, vicdan məsələsidir. Yəni bizim öz vicdanımızdan asılıdır. Mən orada kommunal xidmət işçilərinin nə qədər əziyyət çəkdiyini görürəm ki, gəlirlər, o qarışıq tullantıları açırlar. Onun da içərisinə yenə, onlar plastik qabları götürüb atırlar digər qabın içərisinə. İstərsəniz onun qoxusu var, üfunəti var, zəhərlənirlər də. Məsələn, mən böyük bir müəssisə vardı, ora ətraf mühitlə bağlı əməkdaşlar olur, SƏTAM olur, sağlamlıq, ətraf mühitin mühafizəsi və əməyin mühafizəsi ilə bağlı əməkdaşlar. Gediblər, belə tullantılar atılır, qarşı tullantılar gedir və onlar təmizlənməlidir Hövsan tərəfdə. Balıqxanada təkrar emal var, quraşdırılır. Balıqxana təmiz kənd kimi gedir də, Balıqxana rayonu təmiz rayon kimi gedir. Orada var, bütün müasir texnologiyalar var, amma balıqxanını da saxlayırlar. Ora neçə yüz minlərlə, neçə milyonlarla pul gedir. Bu məsələ var, amma belə də yaxşıdır. Bunu da yavaş-yavaş getdikcə böyük rayonlara, sənaye rayonlarına istifadə edəcəklər, kəndlilərimizə də gələcək. Bir vaxtlar, necə deyim, 30 il bundan əvvəl heç kimin evində qaz yox idi. Hamı kirə qazı istifadə edirdi, neft istifadə edirdi, hansısa odun peçi istifadə edirdi. Şükür, bugün gəlib artıq qazlaşma gedir. Hamı istifadə edirmi? Lap əvvəllər elektrik yox idi, amma indi 24 saat bizdə elektrik var, dünyaya çıxışımız var. Bunun hamısı inkişafdır. Və bu ətraf mühit, amma ekologiya daimi inkişaf eləməlidir, hər gün inkişaf eləməlidir və onun bir növ məsuliyyətini özümüzdən başlamalıyıq, sonra başqalarına həvalə etməliyik. Vaxtınızı çox almaq istəmirəm, mənim demək istədiklərim çoxdur, amma vaxt məsələsindən, şərait baxımından təəssüf ki, çox şeylər deyə bilmirəm. Dediyim kimi, maarifləndirmələr eləyə bilərik. İmişli rayonumuzda şükür, böyük müəssisələr var. Əgər istəyirik ki, zibilləri atarıq, ərazi icra nümayəndəsindən, bələdiyyə ilə toplaşa bilərsiniz, hansısa bir başqa bir böyük bir qutu qoya bilərsiniz, dəmir qutumu, ya nəsə. Onun içərisində plastik tullantıları tullaya bilərsiniz. Müəssisələrimiz var, bizim şəkər zavod var, spirt zavod var, emal müəssisələri. Asan xidmət var, lap belə məktəblərdə istifadə olunan kağızları yandırmamaq üçün, yenidən emala vermək üçün, bir kağız üçün bilirsiniz ki, nə qədər əmək sərf olunur, vəsait xərclənir, ağac xərclənir, su xərclənir. Buna görə də danışa bilərsiniz, aparıb asan xidmətə də təhvil verə bilərsiniz. Müqaviləni, əməkdaşlıq şəraitində ki, biz sizə il ərzində bu qədər, bir ton məsələn kağız verəcəyik, yaxud 1000 dənə plastik butulka verəcəyik, bunu emal müəssisəyə göndərir. Yəni, əməkdaşlıq eləmək istəsiniz, müqavilə bağlamaq istəsiniz, rəhbərliklərə müraciət eləyə bilərlər. Bələdiyyə də əminəm ki, ərazi icra hakimiyyəti də buna dəstək göstərər və nümunəvi kimi sosial şəbəkələrdə də paylaşa bilərsiniz bunu və digər kəndlərə də
örnek ola bilərsiniz ki, bəli, Şahverdi kəndi bu addımları atdı və davam edir. Təşəbbüsə hamı da qoşula bilər. Burada heç bir ayıb şey yoxdur. Düzdür, 1 manat, 2 manat xərcimiz çıxacaq, amma ən azından kəndimiz təmiz olacaq və uşaqlarımız sağlam olacaq. Doğulub, məsələn, indi bu dəqiqə uşaqlar üçün bilirəm ki, müalicələr çox çətindir. Hamının övladı özü üçün əzizdir və onu həkimlərdə, dərmanlarda etməmək üçün məişət bulantılarının düzgün idarə olunması, ətraf mühitin çirklənməməsi elə bizim sağlamlığımız deməkdir. Təbii ki, onların hamısı öz yerində olsa, insanlar da sağlam böyüyər, uşaqlar sağlam böyüyər. İndi o qədər viruslar var ki, onların əksəriyyətində olan bu üfunətli iyilər yaradır. Bəli, düzdür. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram. Bilirəm ki, vaxtınızı aldım, hava da istidir, bu isti şəraitdə yenə də dözdünüz, oturdunuz birlikdə, müzakirələr elədik, fikirlərimizi bölüşdük, bir-birimizə dəstək olduq. Əminəm ki, bu dəstəyin davamlı olacaq və biz yenidən burada sizlə görüşəcəyik, hər hansı başqa bir addımlarda atacağıq. Yenə də mən icra hakimiyyəti rəhbərliyinə və əməkdaşlarına Orxan müəllimə də dərin təşəkkürümü bildirirəm ki, bizə dəstək oldular bu tədbirin keçirilməsində. Əli müəllimə, Fəqani müəllimə də xüsusi təşəkkürümü bildirirəm. Ən xüsusi təşəkkürümü burada sizə bildirirəm ki, çünki hər biriniz bir ailədən gəlmişsiniz, hər biriniz bir ailənin üzvüsünüz. Burada bizim müzakirə elədiyimizin hamısını siz bilirsiniz. Sadəcə belə deyil də, xatırlatma kimi oldu, İngilislər demişdir, refreshing oldu, yenilənmə oldu və bunu həyatımıza tətbiq eləməyə çalışacağıq. Bir dənə xahiş olar.